kompetensiyası nədir? Savadlılıq kompetensiyası həm də ana dili kimi, açar söz kimi yadda saxlaya bilərsiniz. Gəlin də bunun açıqlamasını verim nəyə görə? Çünki savadlılıq kompetensiyasında öz dili var. Öz dilində ünsiyyət, daha sonra yazılı şəkildə izah var. Məsələn, ünsiyyət, öz dilində ünsiyyət qurmaq, öz dilində danışmaq, öz dilində informasiya toplamaq, daha sonra yazılı formada təqdim etmək düşüncələrini, daha sonra və yaxud da ünsiyyət zamanı düşüncələrdir və yaxud da çıxış etməkdir, öz ana dilində deməli dialoqa girməkdir, ünsiyyətə girməkdir. Bunlar hamısı aiddir savadlılıq kompetensiyasına. Yəni başa düşülən şəkildə. Məsələn, mən indi hazırda danışıram. Siz məni başa düşürsünüzsə, mən artıq nə edirəm? Öz düşündüklərimi mən sizə audioal şəkildə ötürürəm və siz bunu başa düşürsünüzsə, deməli savadlılıq kompetensiyası mövcuddur sizdə. Mən sizə yazıram. Yazdığım deməli hər hansı bir məqaləni oxuyursunuz və əgər mən düzgün yazmışamsa, siz əgər onu başa düşmürsünüzsə, deməli sizdə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Və yaxud da mən onu yazmışam, mən onu düzgün yazmamışamsa, deməli məndə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Ünsiyyət quran zaman çətinlik çəkirəmsə, öz düşündüklərimi ifadə edə bilmirəmsə, deməli məndə savadlılıq kompetensiyası inkişaf etməmişdir. Və bir də ana dili var. Ana dili varsa cümlədə, ana dilində ünsiyyət, ana dilində öz dilində strategiyalar tətbiq etmək, lüğət tərtib etmək, öz dilimin qrammatikası, öz dilimin leksikologiyası və s. bunları bilmək. Hamısı öz dili varsa, ana dili varsa, ana dilində ünsiyyət, bunlar varsa, yəni Azərbaycan dili varsa, bu savadlılıq kompetensiyasına aiddir. İndi isə keçək xarici dildə ünsiyyət və çox dil bilmək kompetensiyasına. Baxın, xarici dildə olan kompetensiya ilə savadlılıq kompetensiyası demək olar ki, eynidir. Sadəcə bir fərq var. Fərq nədədir? Xarici dil sözü var. Məsələn, öz fikirlərini yazılı formada başqa dillərdə təqdim etmək və yaxud da xarici dildə yazılı, vizual, rəqəmsal şəkildə olunmuş informasiya haqqında dinləyib, məsələn, onu anlayıb mətn tərtib etmək və yaxud da ünsiyyət zamanı deməli, başqa dillərdə öz fikirlərini